Yasamal rayonu Şərifzadə küçəsində növbəti qanunsuz tikinti qeydə alınıb. Bu faktı sakinlər özləri üzə çıxarıblar. Məsələ ilə bağlı Tribuna Info AZA müraciət edən sakinlər bildirir ki, sözgedən tikinti tamamilə qanunsuz və gizli şəkildə həyata keçirilir və bu ərazidə yaşayan insanların narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə tikinti işlərinə bayram qabağı nəzarət orqanlarının fəaliyyəti zəiflədiyi bir dövrdə start verilib. Bu Bakıdakı klassik sxemdir. Tikinti ya şənbə-bazar günləri, ya da uzun müddətli istirahət günlərində həyata keçirilir ki, nə yerli icra hakimiyyəti, nə də şəhərsalma qurumları müdaxilə edə bilsin. Məqsəd isə aydındır. Qanunsuzluğu ört-basdır etmək, tikintini nəzarətdən yayındırmaq. Yasamalda isə bu ilk deyil. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mövqeyi olarsa işıqlandırmağa hazırıq. Qeyd edək ki, Yasamalın icra başçısı Elşad Həsənovdur.